2026-cı ilin ən xoşbəxt bürcləri kimlərdir? Astroloji baxımdan 2026-cı ildə ən xoşbəxt olacaq bürclər əsasən Yupiterin və Saturnun mövqelərinə görə seçilir. Qısa və dəqiq siyahı. 2026-cı ilin ən xoşbəxt bürcləri: 1. Qoç, yeni başlanğıclar, karyera yüksəlişi və şəxsi güc ili. Risk alan qoçlar böyük qazanc əldə edəcək. Şir, şöhrət, sevgi və özünü reallaşdırma zirvədə olacaq. 2026 şirlərin parlama ilidir. Ox atan, Yupiterin dəstəyi ilə şans, səyahət və maddi bolluq artır. Arzular asanlıqla reallaşır. Buğa, stabil xoşbəxtlik, pul axını və ailə rahatlığı. Əziyyətin bəhrəsi 2026-da tam alınır. Dolça, taleyüklü tanışlıqlar, ideyaların uğura çevrilməsi və daxili rahatlıq ili. Qeyd, digər bürclər üçün də elə il pis deyil. Sadəcə bu bürclər ümumi xoşbəxtlik, şans və rahatlıq baxımından bir addım öndədir.